Salam Yazırıq podkastın əziz dinləyiciləri. Qarşınızda aparıcınız mən Nigar Məcidovadır. Bugünkü qonağımız real olmasa da tək deyilik. Çünki bugün suallarımızı Franz Kafka ilə paylaşırıq. Əgər Kafka bugün yaşasaydı, ona rahat suallar verə bilməzdik. Çünki Kafka rahatlıqdan yox, narahatlıqdan yazırdı. Franz Kafka 20-ci əsrin ən təsirli yazıçılarından biridir. O, insanın sistem qarşısında necə tək, gücsüz və çaşqın qaldığını yazmışdı. Kafka yazı üslubuna görə unikaldır. Onun hekayələrində absurd hadisələr, reallıq və xəyal qarışır. Hər əsəri oxuyan həm düşünür, həm biraz narahat olur. Buna görə də onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilində Kafkavari mənasını verən Kafkaskoya sözü daxil olmuşdur. Çevrilmə, qəsir, məhkəmə, bunlar sadəcə əsər adları deyil, müasir insanın vəziyyətidir. Kafka üçün qorxu istisna deyildi. Qorxu həyatın özü idi. Düşünmək olar ki, əgər Kafka bugün yaşasaydı, sosial media, texnologiya, izlənmə, sistemin içindəki insan tələbləri onu necə narahat edərdi? Kafka, sən insanın sistem qarşısında əzildiyini yazırdın. Bugün insan niyə əzildiyini hiss etmir? İnsan artıq əzilməyə müqavimət göstərmir. Biz sistemin içində hər gün biraz daha kiçilirik, amma buna artıq etiraz etməyə çalışmırıq. Əksinə, o kiçilməni və məhdudiyyətlərimizi özümüz üçün rahatlıq kimi təqdim edirik. Qəribədir, amma insan öz azadlığını itirdiyini anlayanda belə, bunu rahatlıq kimi deyil, normallıq kimi qəbul edir. Zəncirlər artıq görünmür, amma onların ağırlığı hərəkətlərimizdə, düşüncələrimizdə gizlənir. Bu çox düşündürücüdür. Sanki qorxu gündəlik rutinin bir hissəsinə çevrilib. Gəl keçək ikinci sualımıza. Sən məhkəmədə günahsız insanların özünü müdafiə etməyə çalışdığını yazdın. Bugün insanlar niyə susur? Susmaq insan üçün bir qaladır, bir qoruyucu paltardır. Sözlərimiz artıq bizi müdafiə etmir, əksinə onları demək risk gətirir. Həqiqəti demək bir zamanlar cəsarət sayılırdı, indi isə riskdir. Həm sosial, həm şəxsi, həm də professional sahədə. İnsanlar öyrənib ki, danışmamaq daha təhlükəsizdir, daha rahatdır. Susqunluq bir növ sığınacaqdır. Həm qoruyur, həm də bizi yorulmaqdan, üzülməkdən saxlayır. Beləliklə, susmaq bir qərardır. Görünməyən, amma təsirli bir seçimdir. İnsanlar danışmaqdan qorxur, amma susduqlarının fərqində belə deyil. Bu ürək açan deyil, amma gerçəkdir. Səncə, əgər çevrilmə bugün yazılsaydı, insan nəyə çevrilərdi? İnsan artıq tam olaraq insana çevrilməyib. O funksiyadır. Səhərdən axşama qədər yerinə yetirdiyi rutinlərdir, qaydaların, işin və sosial gözləntilərin bir hissəsidir. O profilə çevrilib. Sosial mediada nümayiş etdirdiyi təsvirlər, başqalarının qəbuluna ehtiyacı olan şəkillərdir. O nömrəyə çevrilib. Sistemdəki identifikasiya, sıra və statistika içində itmiş bir varlıqdır. İnsan artıq öz daxili aləmini unudur. Yaradıcılığı, duyğuları və özlüyü sadəcə bir kölgə kimi qalır. Belə bir vəziyyətdə insan özü ilə nadir hallarda üz-üzə gəlir, çünki o funksiyasının profilini və nömrəsini qorumağa alışıb. Səncə müasir insan azaddırmı? Azadlıq indi bir qapalı otaq kimidir. İnsan açarı öz əlində saxlayır, amma qapını açmağa cəsarət etmir. Qapının arxasında bilinməyən bir dünya var. Həm fürsətlər, həm risklər, həm də məsuliyyətlər. İnsan artıq azadlığın mövcud olduğunu bilir, amma onunla nə edəcəyini bilmədiyi üçün geri çəkilir. Azadlıq artıq qorxulu bir sirdir. Onu istifadə etmək üçün enerji, cəsarət və diqqət lazımdır. İnsan qorxusunu idarə etməkdə çətinlik çəkir. Beləliklə, açıq qapının qarşısında dayanıb yalnız bax. Bu qapı açılmadığı müddətcə azadlıq, varlığına baxmayaraq əslində əl çatmazdır. İnsan niyə artıq narahat olmur? Çünki narahatlıq bir zamanlar həyat idi. İndi isə fon musiqisidir. Hamı sakitcə qəbul edir ki, heç nəyi dəyişə bilməz. Əvvəl narahatlıq bir çağırış idi. İndi isə dövranın bir hissəsi. İnsan passivləşib. Narahatlıq artıq onu hərəkətə gətirmir. Sadəcə onu müşahidə etməyi öyrənib. Bu, ən təhlükəli passivlikdir. Görünməz, amma ruhu udur. Bəs ümid hələ də var? Ümid yalnız o insan üçündür ki, hələ də sual verir. O cavab axtarmır, amma sual verir. Çünki sualın özü artıq bir müqavimətdir.
İnsan cavab tapmasa da sual vermək onu hələ də insan saxlayır və bu ən böyük azadlıqdır. Bəs siz necə düşünürsüz? Sizcə Kafka bu suallara doğrudan da belə cavab verərdi? Bəli. Bu 2025-ci ilin son podkastı idi. Bu gün studiyada real qonaq yox idi, amma yenə də tək deyildik. Çünki bu gün suallarımızı Franz Kafka ilə paylaşdıq. 2025-ci ilin sonunda bəlkə də ən doğru sual budur. Biz doğrudan da dəyişdik, yoxsa sadəcə hər şeyi öyrəşdik? Cavabınızı şərh bölməsinə qeyd etməyi unutmayın. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Yeni ildən görüşənədək sağ olun, salamat qalın.